Salamlar hər birinizə əziz şagirdlər. Bu günləri sizlərə blok üçün olan abituriyent jurnalının suallarını izah edəcəyik. Bu izah elədiyimiz suallar birinci qruplar üçün olan abituriyent jurnalının suallarıdır. Birinci suala baxaq. Sual 1-də deyir ki, A-nın bərabərliyi doğru edən həqiqi qiymətlərin hasilini tapın. Siz bu ifadəni T ilə əvəz eləməklə həll eləyə bilərsiniz və yaxud da digər tərəfə keçirməklə orta vurğu mötərizə xaricinin çıxartmanın. Biz T ilə əvəz eləyək. 5-ci dərəcənin kök altından 2A plus 7-ni bir T ilə əvəz eləsək, onda 2A plus 7 bərabər olacaq T üstündə 5-ə. Çünki 5-ci dərəcədən qüvvətə yüksəldilməlidir. Və ifadəni yazırıq yerinə T bərabər olur T üssü 5 və T üssü 5 çıxılsın T bərabər olur 0-a. T-ni orta vuruq kimi mötərizə xaricinə çıxarsa olur T üssü 4 çıxılsın 1 bərabərdir 0-a. T1 bərabər olur 0-a. T üssü 4 bərabər 1 olduqda T bərabərdir plus minus 1. Bunu siz T kvadratı minus 1, T kvadratı plus 1 kimi atsaz, həqiqi köklər bu hissədə olacaq, xəyali köklər isə bu hissədə. Xəyali köklərlə işimiz yoxdur. Bizə həqiqi qiymətlərdən söhbət gedir və T1 bərabərdir 0-dan həll edirik. 2A plus 7 bərabərdir 0-a, 2A bərabər olur mənfi 7-yə, A bərabər olur mənfi 3,5-ə. Və digər 2A plus 7 bərabərdir 1. 2A bərabər olacaq mənfi 6-ya, A da bərabərdir mənfi 3-ə. Və 2A plus 7 bərabərdir mənfi 1-ə, 2A bərabərdir mənfi 8-ə, A da bərabərdir mənfi 4-ə. Əgər bunları işarələsə A1, A2, A3, 3 dənə həqiqi kökünün bir-birinə vurduqda mənfi 3,5 vurulsun mənfi 4, vurulsun mənfi 3 bərabər olacaq mənfi 42-yə. A variantı. İkinci suala baxaq. İkinci sualımızda deyir ki, tənliyə ən kiçik müsbət kökünü tapın. Həll edək. Kosinus 2x üstəgəl 2 kosinus kvadratı 7x. Buradakı olan kvadratı dərəcəni azaltma ilə eləsək, kosinus 2x üstəgəlsin 2 vurulsun. Bilirik ki, bu 1 plus kosinus 2 alfadır. Alfamız 7x olduğuna görə 2 misli eləyir 14x. Bölünsün 2 bərabərdir 1. 2-də ixtisar gedir. Qalır kosinus 2x plus 1 plus kosinus 14x bərabərdir 1-ə. Birlər islah olur. Qalır yerdə kosinus 2x plus kosinus 14x bərabərdir 0-a. Və burada da cəmi hasilə çevirmə düsturuna istifadə eləsək, 2 kosinus 2x ilə 14x cəmliyində 16x edir, böləndə 8x. Və kosinus 2x-dən 14x çıxanda mənfi 12x eləyir, 2-yə böləndə mənfi 6x. Kosinus bilirik ki, mənfini odur və 6x bərabərdir 0. Və hər birinin 0-a bərabərdir. Kosinus x bərabərdir 0, 8x. Kosinus 6x bərabərdir 0. 8x bərabərdir. Bilirik ki, 0-a çevirən qiymət pi bölü 2 üstəyənsin pi k-dır. Burada isə 6x bərabərdir. Pi bölü 2 üstəyər pi n deyək. X bərabər olur pi bölünsün 16 üstəyənsin pi k bölünsün 8. X bərabərdir pi bölünsün 12 üstəyənsin pi n bölünsün 6. Bizə deyir ki, ən kiçik müsbət. Və k-ya biz buradan 0 versək, birində alınacaq pi bölü 16, digərində alınacaq pi bölünsün 12. Bizdən də ən kiçik hissədiyinə görə olacaq C variantı. Keçid eləyək 3-cü tapşırığa. Deyir, P parametrin hansı qiymətində funksiyanın bütün ədəd oxununda tərs funksiyası var. Funksiyanın tərsi olması üçün buradakı tək funksiya qalmalıdır və buradakı cüt funksiyamız getməlidir. Və P kvadratı minus 9 bərabərdir 0, P kvadrat bərabərdir 9-a, P də bərabərdir plus minus 3-ə. Biz əgər buradan mənfi 3-ü götürsək, bu hissəmiz də 0-a çevriləcək. Onda düzgün olmayacaq və biz ona görə də müsbət hissəsini götürməliyik. Olacaq P bərabərdir 3, yəni B variantı. Keçid eləyək 4-cü suala. 4-cü sualda deyir ki, həqiqi əmsallı kvadrat tənliyin kökləri həqiqi əmsallıdırsa bir-birinin qoşması olmalıdır. Yəni onda qoşması da bilir ki, i-nin əmsalı ilə fərqlənir. Yəni birində əgər 2-dirsə, o birisində mənfi 2 olur. Onda x1 bərabər olur 3 plus 2, x2 bərabər olur 3 minus 2. Bilirik ki, birincidə m-in yerində 3 durdu. Burada da n-in yerində nə durdu? Mənfi 2 durdu. Və bilirik ki, kökləri cəminin əksidir. Yəni ki, mənfi p, onsuz da bunun əksi olduğuna görə burada p olacaq. P bərabərdir kökləri cəmliyək.
Cəmləyəndə mənfi 2 ilə müsbət 2 gedəcək, qalacaq burada 6. P-miz olacaq 6. Daha sonraki isə kökləri hasilədə. Kökləri hasilimiz 3 plus 2 vurulsun 3 minus 2. Bilirik ki, bu müxtəsər rümat üsulda kvadratlar fərqidir. Yəni 3-ün kvadratı minus 2i-nin mötərizə kvadratı. 3-ün kvadratı 9 eləyir. Bu da eləyir 4i kvadratı. I kvadratı bilirik ki, mənfi 1-dir. Olur 9 minus 4 vurulsun mənfi 1. O deyəcək 9 plus 4, yəni 13. 2 bərabər olur 13-ə. Və bizdə deyək ki, P vur Q. P-miz oldu 6, Q-miz oldu 13. Üstəgən isə M vur N. M-miz 3-dür, N-miz də mənfi 2. Bir-birinə vuranda olacaq mənfi 6. Bu da olacaq 78 çıxılsın 6, yəni 72 D variantı. Keçid eləyək 5-ci sualımıza. 5-ci sualı deyib bərabərsizliyini həll edin. Bu ifadə açılışdır. Nəyin açılışıdır? X kvadratı minus 4-ün mötərizə kvadratı. Aşağı hissəmiz nədir? X kvadratı minus 5x. Bunu hələ belə saxlayırıq ki, bərabəri 0. Bilirik ki, bu kvadrat olduğu üçün nədir? Hər zaman müsbətdir. Burada köklərimiz nədir? 2 və 3-dür. Kiçikdir olanda sadəcə baxın ki, bundan asılı oldu da, yəni işarəsi. Bunun onsuz da müsbətdir. Kiçik bərabər deyəndə bunun işarəsindən asılı olacaq. Kiçik bərabər deyəndə köklərinin arası olur. Olur 2, 3 arası. Və məxrəcimiz 0 olmadığı üçün 2, 3-dən heç biri daxil olmayacaq. 2, 3 ola bilər ki, məsəl üçün indi burada cavablarda yoxdur. Adətən blokda imtahanda düşür 2, 3 və siz də gedib onu işarələyirsiniz. Amma ki, burada bir şey yaddan çıxır ki, x kvadratı minus 4 və burada nə var? Bərabərlik, 0-a bərabərlik. X kvadratı minus 4-ü 0-a bərabərlikdə x kvadrat bərabər olur 4-ə, x də bərabərdir plus minus 2-yə. Biz müsbət 2-ni götürə bilməsək də, mənfi 2-ni götürmək olar, olacaq E variantı. 6-cı suala baxaq. Deyir, funksiyanın qiymətlər çoxluğuna daxil olan tam ədədlərin sayını tapın. Deməli, bunu müxtəlif yollarla eləyə bilərsiniz. Deməli, burada məsəl üçün 7 kosinus kvadratı x minus 12 vurulsun. Sinus 2x aça bilərsiniz. 2 sinus x kosinus x plus 9. Bu olacaq 24. Bu isə də 7. Və 9-u da yazmaq olar ki, 9 sinus kvadratı x sin 9 kosinus kvadratı x. Deməli, 9 kosinus kvadratı x-la 7 kosinus kvadratı x cəmlənir. Olur 16 kosinus kvadratı x minus 24 sinus x kosinus x və plus 9 sinus kvadratı x. Bu da diqqət edirsə görək ki, 4 kosinus x deməli minus 3 sinus kvadratı x-in mötərizə kvadratının açışıdır. Və burada kök altı olduğundan 4 kosinus x, 3 sinus, minus 3 sinus x-in ən bəyənkisi qiyməti nədir? Kök altında olurdu. Olurdu deməli. Mənfi, deməli 4-ün kvadratı üstə yensin 3-ün kvadratı. Bu deyilir nə? 25. Yəni ki, mənfi 5 ilə 5 arası olurdu. Bu indi kvadrat olduğu üçün burada nə olacaq? Bu mənfisi müsbətə çevrilir 0, 5 arası. Olacaq nə? 0, 1, 2, 3, 4, 5. Yəni 6 dənə. Başqa bunu necə eləmək olardı? Bunu belə eləmək olardı ki, 7 vurulsun, deməli, 1 plus kosinus 2x bölünsün 2 minus 12 sinus 2x plus 9. Və biz bunu orta məxrəc tapsaq, orta məxrəcimiz 2, bura olacaq 7 plus 7 kosinus 2x minus 2'ye vursa 24 sinus 2x plus 18. Sadələşdirmə aparsaq 7 kosinus 2x minus 24 sinus 2x plus 25 bölünsün 2. Və biz burada 7 və 24-dən, yəni ki, bunların ən bəyənkisi qiymətini tapsaq, o da 7-nin kvadratı üstə yensin 24-ün kvadratı, 7-nin kvadratı 49, bu da 576. Və bunları cəmləyəndə də 625 eləyir. Və bunun ən bəyənkisi qiyməti nə olur? Mənfi 25 ilə 25. Mənfi 25-i qoysaz 0 eləyəcək. 25-i qoysaz 50 bölü 2, 25 eləyəcək. Bu da təbii olaraq hamısı kökün altındadır. Yəni mənfi 25-i qoyursunuz bu sürətdə. Müsbətlə cəmlənir 0 eləyir.
Sıfırdan da kökdən nə çıxır? Elə 0 çıxır. Müsbət 25-i qoysaz, 25 ilə 25 cəmlənən 50 eləyir. 2-yə böləndə neçə eləyir? 25-ə. 25-dən də nə çıxır? 5 çıxır. Yəni bu qayda ilə də həll etmək olar. 7-ci suala baxaq. Cavabımız oldu. 7-ci sualda deyir ki, müxtəlif silindrin yan səthlərinin açışı tərəfləri. Bu müxtəlif silindr deyəndə düşünün ki, hündürlükləri biri böyükdür, biri kiçikdir. Amma ki, qaldı ki, bu məsələ üçün M məsələsi, yəni qalınlıq məsələsi, onlar yəni ki, eynidir. Ona görə də bunların açışında uzunluqlar eyni olacaq. Yəni ki, düşünək ki, biri beləsinədir. Bu məsələ üçün dalim 12 olsun. Bura 2 pi r. Radiusları yəni eyni olacaq da. Birinci də nə olacaq? 16. Burada 2 pi r. Deməli, kiçik silindrin həcmi. Həcm düsturu nədir? V bərabərdir pi r kvadratı h-dır. Deməli, burada h-la necədir? Kvadratik münasibətdə deyil də. Radiusundan kvadratik münasibətdədir. Hündürlüklə amma sadəcə düz mütənasibdədir. Və deyir ki, tərəfləri 12-16. Silindrin həcminin neçə faiz? Kiçik silindrin həcmi 12 h-dan ibarət olacaq. Hündürlüyü 12 olacaq və yerdə qalan pi r kvadratı eyni olacaq. Hündürlüyü yəni ki 12 olacaq da. Burada amma nə olacaq? 16 olacaq. Yenə pi r kvadratı eyni. Pi r kvadratlar gedəcək. Vurulsun 100%. Bunlar ixtisar edirik. Burada qalır 4, burada qalır 3. 4 ilə də 100 ixtisar edirik. 25 qalır. Bu da eləyir 75%. B variantı. 8-ci suala diqqət yetirək. 8-ci sualda müxtəlif yollarla həll eləmək olar. 3 vurulsun loqaritma 15 əsasından 45 vurulsun 5 üstündə loqaritma 15 əsasından 0.2. 0.2-ni açsaq olur deməli 5-də 1. Və diqqət etirsək bu nədir? 45-dir. 5-də 1-i necə yazmaq olar? 5-də 1 45-i. Bircə dəqiqə. 45-i necə yazmaq olar? 5-də 1 vurulsun 225 yazmaq olar, düzdür? Və onda belə olar ki, loqaritma deməli 15 əsasından 45 bərabərdir. Loqaritma 5-də 1 vurulsun 225. 15 əsasından. Və biz vurmanı, yəni hasili cəmə çevirəcək. 15 əsasından 5-də 1 üstəyəsən loqaritma 15 əsasından 225 bərabərdir. Bu da nə eləyəcək? Loqaritma 15 əsasından 5-də 1 üstə gəlsin. 15 əsasından 225 nədir? 2-dir. Bu nəyə bərabər idi? Loqaritma 15 əsasından 45-ə bərabərdir. Və biz buradan tapsaq, loqaritma 15 əsasından 5-də 1 bərabər olur. Loqaritma 15 əsasından 45 çıxılsın 2-yə. Həmin buradakı 15 əsasından 5-də 1 idi də bunun yerinə yazmaq olar. Olur 5 üstündə loqaritma 15 əsasından 45 birinci gəlir. Bircə dəqiqə bu üzürlü sayın 5 əsasından yox, 3 əsasındandır. 3 üstündə. Vurulsun 5 üstündə deməli olacaq nə? Loqaritma 15 əsasından 45 çıxılsın ki, bunu eləməkdən məqsəd yuxarı hissələri, qüvvətləri eyni olsun, aşağı hissələri vura bilək. Və minus 2 nə zaman olurdu? Çıxma nə zaman olurdu? Bölmə olanda da, yəni ki, qüvvətlər o zaman çıxılırdı ki, bölmə olsun. 5 üstündə 2. Yuxarı hissələrdə görürük ki, baxın, qüvvətlər eynidir. Və aşağı hissələri vura bilərik. 3 ilə 5-i vurur 15. Loqaritma 15 əsasından 45. Bunu eləməkdə məqsəd bunlar eyni alınsın. Bunun cavabı nə eləyir? 45 eləyir də. Yuxarıda aldıq 45, aşağıda elə də 25. İxtisar eləsə, yuxarıda qalır 9, aşağıda qalır 5. Bu da eləyəcək 1,8. Olacaq doğru cavabımız C variantı. 9-cu suala keçid eləyək. 9-cu sualda deyir ki, tan qatı 3x minus kosinus 2x plus 1. Deməli, bunu ayrı-ayrı limitlərdə yazmaq olar. Limit x yaxınlaşanda 0-a, tangens 3x böl x kvadratı minus limit x yaxınlaşanda 0-a, kosinus 2x bölünsün x kvadratı plus bu biri də yazsaq olacaq limit x yaxınlaşanda 0-a 1 bölünsün x kvadratı. Ayrı-ayrı kəsirlərdə yazdıq. Deməli, burada tangens kvadratı var. Bu təbii olaraq nə olacaq? Bir dəqiqə. Burada bu bizə lazım olacaq. Üzrlü sayın bir dəqiqə uşaqlar.
Burada kosinus 2x-da x kvadratda axı bölmək olmayacaq. Burada həmin bunun yerini dəyişsək, 1 minus kosinus 2x-i yazsaq, bu nə deməkdir? Dərəcəni azaltmaq deməkdir. Bunun bir dənə bölgüsü olsaydı nə idi? Sinus kvadratı x-in asışı olardı. Düzdür? 1 minus kosinus 2x burada nəyə bərabər olur? 2 sinus kvadratı x-a. Hə, eləcə yazacaq. Çünki 1 bölü 2 x kvadratı x sıfıra yaxınlaşanda bu sonsuzluğa bərabər olur. Onun da ki, bizə lazım deyil. Və yazırıq indi. Deməli, üstə gəlsin 2 sinus kvadratı x bölünsün x kvadratı. Bayaqları kosinus 2x bölünsün x kvadratı bu gərək buradakı ilə buradakı eyni olsun. Qüvvətləri, həmçinin digər. İndi məsəl üçün bunu yazacaq. Deyirsiniz ki, məsəl üçün ay müəllim, burada 3x-dir, burada x kvadratı, bəs bunu necə edəcək? Tan x kvadratı var, indi göstərəcək sizə. Burada qabaqda limit olmalıdır. Limit x yaxınlaşanda 0-a 2 sinus kvadratı x bölünsün x kvadratı. Deməli, onda yazırıq ki, limit x yaxınlaşanda 0-a indi tangens 3x bölü x-in kvadratı. Və biz 3x-ə böləndə cavab nə edir? 3 olur kvadratı, 3-ün kvadratı. Üstə gəlsin. Burada da həmçinin eyni şey edir. 2 sinus x bölü x-in kvadratı. Bu da nə eləyəcək? Burada, deməli, bizə deyək 2 qarşıda gəlməlidir. 2 qarşıya vermək olar bunu. 2 sinus kvadratı x. Və plus 2 limit x yaxınlaşanda 0-a. Bunun cavabı nə eləyəcək? 1 eləyəcək. 1-in kvadratı eləyir 1. 3-ün kvadratı eləyəcək 9. Üstünə də 2 gələcək. Eləyəcək nə? 11. D variantı. 10-cu sualda diqqət edin, x6 paraboladır və qollar aşağı olacaq. Yəni bunu belə yazılır. Mənfi x6 plus 6. Bu qrafik 6 vahid yuxarı sürüşdürülüb. Sanki bu formada. Və 6 üstü x nədir? Artandır da. Yəni ki, a birdən böyük olanda nə olurdu? Artmağa doğru. Burada azalmadı. Bu ola bilməz. Və burada yuxarı sürüşdürülməyib a olmur. Bu sürüşdürülüb, amma bu biz bilirik ki, 6 üstü x-da x-in yerinə 0 qoyanda y nə alınır? 1. Y-i kəsməlidir, x-i yox. Və y-i 1 nöqtəsində kəsməlidir. Ona görə C variantda getdi. Bu yəni ki, loqaritmaya aiddir. D də həmçinin getdi. Baxın, E variantı düzgün variantımızdır. Bu olacaq 6 üstü x-in qrafiki. 6 üstü x-in. Bu isə x6, mənfi x6 üstə gəl 6. 6 vahid sürüşdürmüş. Olur E variantı. Keçid eləyək 11-ci suala. 11-ci sualın şəklini çəkim ki, sizə aydın olsun. Deməli, 6 bucaqlı çəkək. Aşağı hissəsi də 6 bucaqlı. Aha. Və bunları birləşdirsək, şəkili görülsün deyə çəkdim. Baxın, qarşı-qarşıya olan üzlər, yəni məsələn rəyləsəm, bu üzlə bu üz bir-birinə paraleldir. Baxın, paralel üzlər olması üçün. Həmçinin bu üzlə bizim qarşı tərəfdə olan üz paraleldir. Yəni, bunları cüt şəklində fikirləşsək, bu tərəfin yaratdığı üzlə bu tərəfin yaratdığı üz bir dənə. Bununla bunun yaratdığı o da bir dənə. Və bununla bunun yaratdığı nə? O da bir dənə. Həmçinin də üst hissəsi ilə üst hissi ilə alt hissə bir-birinə paraleldir. Bu üz paralel üzlərdir. Oldu neçə dənə? 4 dənə əlverişli halımız. Amma ki, bizə deyir ki, düzgün altbucaq prizma üzlərindən təsadüfən seçilmiş ikisinin bunun neçə dənə üzü var? N plus 2 sayıda 6 olduğunca 6 plus 2 olacaq nə? 8 dənə. Kombinizon 8-dən 2. 8 dənədən 2-sini seçirəm. Olur 8 vurulsun 7, bölünsün 1 vurulsun 2. İxtisar eləyir 14. 14 dənədən 4 dənə. Bircə dəqiqə burada ixtisar eləyəndə burada 4, 28. Bir dəqiqə. 28, burada 4. 28 dənə 4 ixtisar eləyirik. Eləcə nə? 7-də 1. Olacaq A variantı.
Keçid eləyək 12-ci suala. Deyir, ədəd silsilə əmələ gətirən 3 ədədin cəmi. Düşünək ki, məsəl üçün A, B, C-dir. A plus B plus C bərabərdir 18-ə. Deyir, hasil isə A vur, B vur, C isə 120-yə. Bilirik ki, ədəd silsilə əmələ gətirirsə, B bərabər olur A plus C bölünsün 2-yə. Yəni A plus C 2B-yə bərabər olur. Çarpaz vuruq 2B-yə. Aparıb A plus C-nin yerinə 2B yazır. 2B plus B bərabərdir 18-ə. 3B bərabərdir 18-ə. B də bərabərdir 6-ya. B 6 olandan sonra bizə deyir, silsilə fərqinin modulunu tapın. Həmin bu ifadədə bu ardıcıl olaraq gedir də. Yəni ki, bunu məsəl üçün A1, A2, A3 işarə eləsəydi, A2 bərabər olur nəyə? A1 plus D-yə. Və yaxud da belə deyək. A1 bərabər olur A2 minus D. A3 nəyə bərabər olur? A2 plus D. Beləncə yaza bilərsiniz bunu. İndi bunun A2 ilə yazacaq ki, ABC ilə siz anlamayacaqsınız, başa düşməyəcəksiniz. A1, A2, A3 yazdıq. Biz indi B-miz nə rol oynayır? A2-də. A2-miz neçə oldu? 6 oldu. Olur 6 minus D. 6 plus D. Bərabərdir 120-yə. Bu nəyin açışıdır? 36 minus D kvadrat. Yəni kvadratlar fərqi. Bərabərdir 120-yə. D kvadrat bərabərdir. Burada biz B-ni də qoymalıyıq yerinə. Bizcə dəqiqə B-nin qiyməti 6-ya daxil. Onda A vur C bərabər olur 120 bölünsün 6. Yəni bu 20 olacaq qısası. Bərabərdir 20-yə. D kvadrat bərabərdir 16-ya. D də bərabərdir 4-ə. Plus minus 4 eləyir. Silsilə fərqinin modulunu bizdən istəyir. O da olacaq D variantı. 13-cü suala baxaq. 13-cü sualda hər bir bu 2-ni, 3-ü qarşıya versək 1 böl x, 1 böl x alınır. Yəni o da nədir? Ln x-indir. Ln x-in deməli törəməsi 1 böl x eləyir. 1 böl x-in integralı isə ln x eləyir. Ln x deməli y-dən y sütçə. Üstə gəlsin 2 ln y-dən y sütçə. Üstə gəlsin nöqtə nöqtə üstə gəlsin. Deməli, əmsalı n olur. Ln y-dən y sütçə bərabərdir 42. Buradan oxşar nədir? Ln deməli, ln x y-dən y kubuna çıxardırıq. Bunun əmsalı yerində 1 qalır. Üstə gəlsin 2, üstə gəlsin nöqtə yüksəl n. Bərabərdir 42. Bunu hesablayırıq. Burada nə edirik? Ln y kubu minus ln y. Bilirik ki, bu nədir? 3-dür. Bu da nədir? 1-dir. 3-dən 1-ə çıxırıq, eləyir 2. Olur 2 vurulsun. Bu da ədəd silsilədir. 1 plus n bölünsün 2 vurulsun n-dir düsturumuz. Və bu 2-də ixtisar gedir. Vurub açırıq. Olur n üstə gəl n kvadrat. Və yaxud da n kvadrat birinci yazaq. N kvadrat plus n minus 42 bərabərdir 0. Kökləri hasilimiz mənfi 42, cəmi də mənfi 1. Olur mənfi 7 və 6. Sayımız mənfi 7 olmur, olur 6. Deməli olacaq E variantı. Həm də ki, bu cəm yəni ki, müsbət ədədə bərabər olmalı deyə müsbətin götürürük. Sonra 14-cü suala baxaq. 14-cü sualda ilk 300 natural ədədin hər birini 5-ə bölməsin. Baxın, 0-ı 5-ə böləndə 0 alınır qalıq. 1-i 5-ə böləndə qalıq 1, 2-ni 5-ə böləndə qalıq 2, 3-ü 5-ə böləndə və yaxud da elə 1-dən başlayaq. 1-i 5-ə böləndə 1, 2-ni 5-ə böləndə 2, 3-ü 5-ə böləndə 3, 4-ü 5-ə böləndə qalıq 4 alınır, 5-i də 5-ə böləndə 0. Yəni ilk 5-likdəki bizim naturaldan dediyinə görə 1-dən başladıq. Yenə başlayanda 6-nı 5-ə böləndə yenə 1 eləyir, 7-ni 5-ə böləndə 2 eləyir. Yəni ardıcıllıq davam eləyir. 300 dənə ədədin içində beləncə neçədən qrup var? 60 dənə. İndi bütün qalıqların cəmisi. Bu cəm nə qədər olur? Cəmləyirik. Bura eləyir 6, üstünə 4 gəlir, eləyir 10. Deməli 60 dənə qrupdur. Hərəsinin qalıqların cəmi 10-dursa, eləyəcək 600C variantı. Keçid eləyək 15-ci sual. Deməli 15-ci sualda deyir ki, 11A, 11B, 11C. Bunu indi yazırıq. 11A-da qadın və kişi D. Deməli, qadınlar, yəni olanların sayı 30 dənədir, 30 kişi və qızların sayı 5 dənədir, 5 qadın, 11B
deməli, oğlanların sayı 20 dənədir. 22. Bilirsiniz niyə görə o yazmadım? O çünki bununla bu qarşılacadı. Ona görə kişi, qadın kimi ayırd elədim. Deməli 22 və 10 dənə qadın. 11C 11C'də 25 kişi və 5 qadın. Deyək ki, olan və qız şagirdlərin sayı verilmişdir. Hər sinifdən təsadüf olaraq bir oğlan və bir qız. Bir oğlan, bir qız. Kombinizon 30-dan 1 vurulsun kombinizon 5-dən 1. Kombinizon 20-dən 1 vurulsun kombinizon 10-dan 1. Kombinizon 25-dən 1 vurulsun kombinizon 5-dən 1. Bu eləyəcək 30 vurulsun 5, yəni ki 150. Burada eləyəcək 20 vur 10, yəni 200. Bu deyəcək 25 vur 5, yəni 125. 125. Aha. Bildik ki, nə qədər yaranır. Deyir ki, bu 6 şagirddən bir sırada dayanmaqla şəkil çəkilməlidir. Deyir, mümkün halların nəticəsində eyni sinif şagirdləri yan-yana olar. Baxın, eyni sinif şagirdləri yan-yana olursa, bunlar bir qrupdadır. Yəni ki, biri 11A-dır, biri 11C-dir, 11B deyək, məsələn, 11B-dir, 11C-dir. Bu 3 dənə sinif, deməli, 3 dənə sinif yerin dəyişəcək olacaq 3 faktorial və hər sinifdəki şagirddə özü yerin dəyişir. Oğlanla qız yerin dəyişir. Burada da yerin dəyişir 2 faktorial, burada da yerin dəyişir 2 faktorial, burada da. Olur, deməli 2 vur 2 vur 2, yəni 8. 3 faktorialımız da nədir? 1 vurulsun 2 vurulsun 3 deməkdir. Yəni 6 vurulsun 8. Bu da edir 48. İndi 48 dənə bu yer dəyişmə oldu. Və burada yarananlar nədir? 150, 200, bir də ki 125. Bunlar da bir-birinə vurulur. 150, 200, 125. Lap bunu 6 vur 8 yazım. Çünki 8-i 125'ə vuranda 1000 eləyir. 1000, bunlar getdi və bunu 3 vurulsun 50 yazmaq olar və yaxud da 30 vurulsun 5 yazım. Minliklər yaratmaq istəyirəm də. 5 ilə 200'ü vuranda eləyəcək 1000. Bunlar da getdi. Qaldı yerdə 6 vurulsun 30. Bunu da yazsaq ki 18 vurulsun 10 üssü 1. Burada nə qədər elədi? 10 üssü 6 elədi. Olur 18 vurulsun 10 üssü 7. C variantı. Keçid eləyək 16-cı suala. 16-cı sualda ki, O1, O2 düzgün 7 bucaqlı kəsik piramidadır. Oturacaqların mərkəzləridir. O1, O2 yəni hündürlüyün verib 6. İştirikləmiş sayının sayı 4 ilə 32-dir. Piramidanın həcmi. Piramidanın həcmi V bərabərdir. Deməli 3də 1 H vurulsun kök altında deyirəm. Mötərizədə S1 plus kök altında S1 S2 plus S2. Düstur budur. S1 S2 yuxarıların sahələridir. İndi diqqət edirin. O1 O2-nin uyğun iştirikləmiş hissələrin sayıları 4-dür. Baxın, burada 2 dənə 3 bucağı var, düzdür? Bu da 2-dir, bu da 2-dir. Bunu birləşdirəm, bu da 2. Bu da 2. Bu da 2 və bunlar da 2. Neçədən oldu? 7 dənə olur da sayılmışsa. 1, 2, 3, 4, 5, 6, 7. 2-ni vururam 7 eləyir neçə? 14. Aşağıda da deməli neçədən əsim birləşdir? 1, 2, deməli 1, 2, 3, 4 dənəsinin. 4 dənəsinin sahəsi əgər 32-dirsə, birinin sahəsi nə qədər? 8 dənə. Aşağıda da yeni 7-dən yazacaq. 7 vurulsun 8, 56. Deməli bunun sahəsi eləyəcək 56. Bunun sahəsi eləyəcək neçə? 14. Yazırıq yerinə 3də 1 vurulsun. H-ımız neçədir? 6-dır. 6'yı vurulsun. Deməli 14 plus kök altında 14 vur 56 üstə gəlsin 56. Deməli bu mötərizəni də bağlayırıq. 3 ilə 6 ixtisar gedir 2 eləyir. Və 2 vurulsun 14 ilə 56-nın cəmi eləyəcək nə qədər? Deməli 60, 70. Plus bunu yazırıq 2 vur 7 vurulsun 7 vur 8. 2 ilə 8'i vururuq 16. Bu da 7'nin kvadratı. 16'dan 4 çıxır. 7'nin kvadratından 7. Bu da elədir 28. 28 ilə də 70'i toplayırıq 98. 2'yə də vuranda eləyəcək 196. Növbəti suala keçirik 17-ci suala. Deyir bir hədsin qüvvətinin ən kiçik qiymətini tapın. Diqqət edirin burada
Deməli 20 bölünsün 3n minus 36 da deməli 3n minus 36 nə olmalıdır? Bölənlər olmalıdır. Yəni ki, burada diqqət etirsək, burada əmsaldır. Bu hissə, üzrü sayın 8 bölünsün n minus 4. N minus 4 8-in bölənləri olmalıdır. Yəni 1 olmalıdır, 2 olmalıdır, 4 olmalıdır, 8 olmalıdır. Və deyir, bir hədisinin qüvvətinin ən kiçik qiymətini tapın. 3n minus 36-da məxrəcimiz 0 olmalıdır. Yəni n bərabərdir 3n minus 36 bərabər olmalıdır 0-a. 3n bərabər 36, n də bərabərdir 12. Yəni n fərqli olmalıdır nəydən? 12-dən. İndi işimiz əsas məsələ buradadır. N minus 4-ün 1 alması üçün n olmalıdır neçə? 5. 2 alması üçün n olmalıdır 6. 4 alması üçün n olmalıdır 8. 8 alması üçün n olmalıdır nə? 12. 12-ni çıxdaş edirik. Çünki 12 olanda məxrəcimiz 0 olur. Bizə də bir hədisinin qüvvətinin ən kiçik qiymətini tapın. Ən kiçik qiymətini tapmadan ötürü 8 ən böyüsünə bölünməlidir. Yəni ki, burada indi 8 alınmalı deyir. 4'ü qoyanda 4 də olmaz. N minus 4 4 olması üçün n 8 olmalıdır. N 8 qiymətində nə eləyir? 8 minus 4 2 eləyir də. 8-i də 2-yə böləndə eləyir 4. Olur x-ü 4, y-ü 3 bərabər. Bizə burada 7 alınır. Bizə ən kiçiyinin 8-i biz bölməliyik 8-ə, amma bölə bilməliyik. Çünki n onda 12 olmalıdır. 12-də məxrəc 0 olur. 8-dən sonra olmalıdır. Bizə dəqiqə n-in 8 qiyməti. Burada n-in 8. Niyə biz burada 2 yazmışıq? Diqqətsizlik olub. 8-dən 4 çıxanda 4 eləyir. 8-i də 4-ə böləndə 2. Diqqətsizlik olub. Bu da eləyəcək nə? Eləyəcək 5. Bilirik ki, dəyişənlərin qüvvət üstəridir. Olacaq A variantı. 18-ci suala baxaq. Deyir ki, vektorların sonluğu. Vektorların sonluğu nədir? Kök altında x1 kvadratı üstəgəl y2 kvadratı, y1 kvadratı. Olur, deməli, tangens kvadratı x üstəgəl kotangens kvadratı x. Bunu da necə yazılır? Tangens x üstəgəl kotangens x kvadratı minus 2. Və bunu da yazma olar ki, sinus x bölünsün kosinus x üstəgəl kosinus x bölü sinus x. Bu da nə olur? Orta mərəz kosinus x, sinus x, sürət isə sinus kvadrat x. Bu sinus x-a vurulur, o birisi də kosinus x-a. Kosinus kvadrat x. Olur 1 bölünsün kosinus x, sinus x. Bunu 2-yə vurmaq olar. Olar yuxarı 2, aşağıda 2 kosinus x, sinus x olur. Bu da nəyin açıdır? Sinus 2x-in açıdır. Oldu. Kök altında deməli 2 bölünsün sinus 2x-in mötərizə kvadratı çıxılsın 2. Və bunu da sadələşdirsək, yəni ki, sinus 2x-in ən böyük, ən kiçik qiymətləri məsələsi var da. Sinus 2x-in ən böyük qiyməti 1-dir. Aparıb yerinə yazır 2-in kvadratı. 1 qoyanda 2-in 1-ə bölü 2 eləyir də. 2-in kvadratı minus 2. Olur 4 minus 2, yəni ki, kökdə 2. Bizə də ən kiçik qiymətini istəyir. Biz də məxrəcin böyük qiymətini seçməliydik. Olacaq doğru cavabımız kökdə 2. D variantı. 19-cu sualda deyir, mərkəzi 3-cü rübdə radiusu 4 olan çevrə koordinat oxlarına toxunur. Baxın, şəklini çəkək. Mərkəzi 3-cü rübdədir. Belə bir çevrə çəkək. Və bunu toxunduraq biz. Və bizə deyir ki, bu çevrəni absis oxu boyunca 5 vahid sola, ordinat oxu boyunca, baxın, mərkəzi deməli, radiusu 4-dür. Radiusu 4-dürsə, uşaqlar, bu mənfi 4-dür. Bunun mərkəzin biri. O birisi də mənfi 4-dür. 3-cü rübdədir. Yəni, hər sinədir mənfi 4-lə 4-dür. Toxunmağı o deməkdir ki, radius ilə bunun mərkəzəyə, yəni ki, x oxu üzərindəki qiyməti neçədir? Burada neçədir? Mənfi 4-dür. Orada da mənfi 4. Mərkəzi mənfi 4-dən mənfi 4-dür. Mənfi 4-dən mənfi 4. Və deyir ki, absis oxu boyunca 5 vahid sola. 5 vahid bunun biraz da sola sürüşdən mənfi 9 eləyir. Və ordinat oxu boyunca 8 vahid yuxarı.
Bunu 8 vahid yuxarı eləyəndə nə eləyəcək? 4 eləyəcək, müsbət 4. Deyib, paya köçürdükdən sonra alınan çevrəni y bərabərdir üst üst xəttə nəzərən simmetrik. 3-ə nəzərən nə idi? 2, deməli b minus y var idi simmetriyada. 2 vurulsun 3 minus 4'dür y-imiz. Bu da edir necə? 2. Olur mərkəz nə? Mənfi 9 ilə 2. Radiusumuz eyni qaldı. Çevirən radiusu dəyişmir. Axı çevirəni də burada heç nə eləmir başqa. Olur onda x plus 9'un kvadratı üstə gəlsin y minus 2'nin mötəzi kvadratı bərabər radiusumuz necə idi? 4 idi. Olur 16. Olur düzgün cavabımız E variantı. Keçid eləyək 20-ci suala. Deyir ki, düzgün altıbucağısının təpələrindən onu kəsməyə müstəviyə endirilmiş perpendikulyar bu müstəvinin uyğunluğu A1, B1, C1, D1, Y1, F1 nöqtələrində kəsir. Birinci kəsməyən deyir, sonra da kəsir. Müəmmalı. C, C1, D, D1, A, A1 bir-birinə bərabərdir. Baxın, bu C, C1 ilə D, D1 bərabərdir. Elə ki, bir üzün, hansı ki bu üz var ha, onların tilləri bir-birinə bərabərdir. A1 bunu 3 verib, burada 3 olur təbii olaraq. B1'i verib 4,7 və diqqət edirək, bura A'dır, burada A'dır. Bizdən C1'i, yəni D1'i istəyir. Burada x yazacaq. Əgər bunu siz bu fiquru kəssəz, uşaqlar, əgər bunu kəssəz, məsələn bu düşünün ki fiqurdur, fiquru mən kəsirəm. Buradan kəssim qayçı ilə, buradan da kəssim. Və bu fiqur nə olacaq? Baxın, trapesiya olacaq. Baxın, bu formada trapesiya olacaq. Bu formada trapesiya olacaq. Bu orta nöqtə olub. Bunlar bir-birinə paraleldir axı. Paralel isə buranın da orta nöqtəsi olacaq. Və buranın nə yazıb? 4,7, buraya yazıb 3, buraya x. Trapesiyanın orta xəttidir deməli. Neyinir? 3 plus x bölünsün 2 bərabərdir 4,7-yə. 3 plus x bərabərdir 9,4 eləyir də. X də bərabərdir 6,4 olacaq. Olacaq deməli. E variantı. 21-ci sual sadə bir sualdır. Deyir, radiusu 1 olan kongruent çevrilər şəkildəki kimi toxunurlar. Aha. Çünki bundan səfərəsi topluda və yaxud da güvəndə olmalıdır. Hətta bəzən 6-cı siniflərdə belənçinə deyir ki, aranan fiqurun perimetrini tap. İndi bu altıbucaqlı zad var deyə, burada indi kök altılar olacaq. Deyir ki, şəkildəki kimi toxunu bu çevrilərin radiusları 1'dir. 1'dir, 1'dir, 1, 1. Bunlar da 1. Alındı bərabər tərəfli üçbucaq. Baxın, diqqət edin, bu bərabər tərəfli. Tərəfi neçədir? 2'dir. Bərabər tərəfli üçbucağın sayəsində A kvadratı kökdə 3 bölünsün 2'dir. Olur 2'nin kvadratı kökdə 3 bölünsün 2. 4 kökdə 3 bölü 2 neçədir? 2 kökdə 3. Bunlar neçədə nədir? 2 dənədir. Olur 4 kökdə 3. Bu üçbucaqların sayəsini tapdım. Sonrası məlum məsələ. Kvadratdır. Kvadratın tərəfi neçə olub? 2 olub. Sahəsi nə eləyəcək? 4. Buradan 4'ü çıxardırıq. Burada A kvadrat kökdə 3 bölünsün 4'dir. Bu 4. Bu 4'lər sayıdır. Burada kökdə 3 eləyir. 2 dənəsi olacaq 2 kökdə 3. Sonra buradan 2'ni çıxardırıq. Kökdə 3 plus 2 olacaq. Kökdə 3 plus 2. Biz 2 çıxardmışıq. Olacaq A variantı. Sonra keçid eləyək 22-ci suala. Deyir ki, cəmi 150 dərəcə olan alfa beta bucaqlarını alfanın dərəcəsini 2 dəfə artırıb cəmi, bax yazalım, alfa plus beta bərabərdir 150 dərəcə. Və deyir alfanın dərəcəsini 2 dəfə artırıb 2 alfa, betanın dərəcəsini 60% azaltdıqda, yəni 0,4 beta olur da 60% azaldırsan. Uyğun tərəflər paralel bucaqlar ya cəmi 180 dərəcə olmalıdır, ya da 2 alfa bərabər olmalıdır, 0,4 beta bərabər olmalıdır da. Bunun 10'a vursu 20 alfa bərabərdir 4 betaya, beta bərabərdir 5 alfaya. Həmin bu ifadəni aparıb burada yazırıq yerinə. 5 alfa üstə yəni alfa bərabərdir 150 dərəcə, 6 alfa bərabərdir 150-yə, alfa da bərabərdir 25. Alfa alırıq 25 dərəcə. Bizə lazımdır alfaların cəmi. Alfanı alandan sonra 25. Bu birisi qaydanı yazırıq bunu. İndi burada biz yuxarını 2'yə vuraq. 2 alfa üstəyənsin 2 beta bərabərdir 300'ə. 2 alfa plus 0,4 beta bərabərdir 180'də.
Bunun çıxısı 2 alfalar getdi. 1,6 beta bərabərdir 120-yə. Beta bərabərdir 1200 bölünsün 16. Və burada da 4 ixtisar eləsi burada 300, bu da 4. Edir 75 dərəcə. Biz burada deməli 75 dərəcə aldıq. Alfanı da yazaq yerinə. Alfa plus beta bərabərdir 150 dərəcədirsə alfa nə alınır? 75 dərəcə. Alfa 75 alındı. Bir də nə alındı? 25 alındı. Bunların da cəmi eləyəcək nə? 100 dərəcə A variantı. 23-cü suala keçid eləyək. Deyir, hündürlüyü 1 və diagonalının böyük oturacaq üzərindəki proyeksiyası köşkdəki olan bərabər yanlı trapesiya. Aha. Bərabər yanlı bir dənə trapesiya çəkək. Aha. Bizə deyir ki, hündürlüyü 1. Hündürlüyümüz 1'dir. Və diagonalımız baxın budur. Deyir ki, diagonalının böyük oturacaq üzərindəki proyeksiyası. Yəni, bura nə deyir? Köşkdə 3'dür. Bura nə eləyəcək? Pifagor teoremi tətbiq edirəm. 1'in kvadratı isə köşkdə 3'ün kvadratı. Yəni, eləyir necə? 4. O da köşkdən nə çıxır? 2. Deyir, trapesiyanın tərəflərin orta nöqtələrini birləşdirməsən. Bu tərəflərin orta nöqtələrini birləşdirəndə, baxın, qaydada var idi. Dördbucağının tərəflərin orta nöqtələrini birləşdirəndə yaranan fiqur paralleloqram olur. Həmin o paralleloqramın perimetri həmin bu dördbucağının diagonalları cəminə bərabər olur. Əgər bunun bir diagonalı 2-dirsə, bərabər yanlı olduğuna görə digər diagonal da 2-dir. Olur 2 + 2 eləyəcək neçə? 4. Sonra keçid eləyək 24-cü suala. 24-cü sualda deməli, buranın uzunluğu nədir? 12-dir. Buranın uzunluğu nədir? 2-dir. Biz K-nı tapanda tangens alfaya bərabərdir. O da 2/x-a, yəni ki, 12 bölünsün 2-yə. Bu da eləyir 6. Deməli, bizim K-mız neçədir? 6-dır. Və B-miz nədir? Hansı nöqtədə kəsib? 12-də. 12-dir. Olur y bərabərdir 6x plus 12. İndi deyir ki, funksiyasının törəməsinin qrafikinə əsasən bu indi y-si ştrixdir. Bu y bərabər olur nəyə? Gərək 3x kvadratı olsun ki, törəməsi 6x eləsin. Plus 12x-a. Deyir, qrafikinə əsasən, indi A-nın yerində nə durdu? 3, B-nin yerində nə durdu? 12, C-nin yerində nə oldu? -15. Baxın, bu funksiya olub. Deyir, gx bərabərdir 3/1 fx. Aha, onda gx bərabər olur 3/1 vurulsun 3x kvadratı plus 12x minus 15. Vururuq. Olur x kvadratı plus 4x minus 5. Hamısını 3'ə bölüləmdə. Gx-ımız budur. Deyir ki, funksiyasının qrafikinə apsisi 2 olan nöqtəyə çəkilmiş toxunanın. Toxunanın tənliyi belə olacaq ki, y bərabərdir x0. x0 həmin bu 2-dir. x0 2-dir. Üstə gəlsin g eşitdir x0 vurulsun x minus x0. Bu gx0 nə deməkdir? Yəni g-də x0'ı qoyacam, 2-ni qoyacam. Yazıram gx0 yəni ki 2 bərabərdir. 2-nin kvadratı plus 4 vur 2 minus 5. Eləyir 4 plus 8 minus 5 o da eləyəcək nə? 7. Və burada x var. Bizə dəqiqə x-a vurmamışıq. Burada x var. X-a vuranda hər birinin bir vahid artacaq da x kubu olacaq. Bu x kvadrat olacaq. Bu da 5x. İndi yerinə qoysa olacaq 2'nin kubu plus 4 vurulsun 2'nin kvadratı minus 5 vurulsun 2. Bərabərdir 8 plus bura eləyəcək nə? 16. Minus 10 bərabərdir 24 çıx 10, 14. G eşitdir x0 nə deməkdir? G eşitdir x0 o deməkdir ki, yəni bunun törəməsi. Törəməsi nə eləyəcək? Törəməsi eləyəcək 3x kvadratı plus 8x minus 5. Və burada indi x0 demişik axı. G eşitdir 2. 3 vurulsun 2'nin kvadratı plus 8 vur 2 minus 5. Bu eləyir 12. Plus 16 minus 5. 28'dən də 5'in çıxanda eləyir nə? 23. Aparıb qoyacaq yerinə. Y bərabəridir. Başlanğıcda nə idi? G x0. G x0'ımızı neçə tapmışıq? 14.
Sonra baxın, diqqət edin üstüra. Nə var? Toplama. Toplama. G eşittir x0 neçədir? 23. Burasın x minus x0 yəni 2 idi. Hə. Bunu vurub açırıq. Olur 23x minus 46 plus 14 bərabərdir 23x minus. Bunlar da edir 32. Mənfi 32. Bizə deyir ki, buca əmsalı. Buca əmsalı burada nədir? Həmin bu x-in əmsalıdır. Yəni 23-dür. Keçid eləyək. 25-ci suala ifadəsinin qiymətini tapın. Baxın, kök altında mənfi x üstəyəsi modul x bərabərdir 6. Bunun əgər mənası varsa, x nədir? Sıfırdan kiçikdir. O da kök altında mənfi x üstə gəlsin. İndi modulda nə çıxacaq? Mənfi x bərabərdir 6-ya. Və bizə deyir ki, 3x plus 1 bərabərdir x olarsa, bərabərdir plus x olarsa, ifadəsinin qiymətini hesabla. Burada da kök altında mənfi x bərabər olur. 6 plus x-a kvadrat hissəsi mənfi x. Bu kvadrat hissədən də bu ilə bu gedəcək. 6 plus x-in möhtəzə kvadratı olur. 36 plus 12x plus x kvadrat. Olur x kvadratı. İndi bu o istəfi hissənin toplanacaq. 13x plus 36 bərabərdir 0. Köklərimiz nə olur? Mənfi 9 və mənfi 4. İndi mənfi 9 qoysaq yerinə, baxın, diqqət edirin. Bu nə eləyəcək? Müsbət 9, bu da 9. Cəm 2 dənə kök 6, 2 müsbətlərin cəmi 6 olmayacaq. Ona görə bu kənar kök. Mənfi 4, x-imiz mənfi 4. Aparıb yazıram yerinə. 3 burası mənfi 4, plus 1 moduldan. Plus x, yəni mənfi 4. Bu edir 12, mənfi 12. Sənədə 1 gəlir, mənfi 11. Modulu da nə edir? Müsbət 11. Çıxılsın 4, o da necə eləyəcək? 7. 26-cı suala baxaq. Deyir, sənin 30%-i 100% kimi düşünək. 30%-i A kranı ilə 6 saata, 10%-i B kranı ilə 3 saata boşalır. Baxın, 30%-i əgər 6 saata doldurursa, 100%-ni görək bu ümumiyyətlə. Ümumiyyətlə bu kran neçə saata doldurur tamamını? X. Deməli, bununla bu ixtisar edəsi 5. X də bərabər olur 20 saat. 100 bölülən 5-ə. 20 saat. İndi bu 20 saata doldurur. Bu birisini boşaltmalı baxaq. 10%, 3 saat, 100% x. Bu 10 dəfə artıb deyə, o birisi də 10 dəfə artacaq. X bərabər 30 saat. Deməli, 30 saata boşaldır. Bizə deyir ki, hər iki kran açıq olarsa, indi hər iki kran açıq olanda 20 saata doldurur deyə 20-də 1. Bu birisi 30 saata boşaldır deyə çıxır 30-da 1. 20-nin 30-a 60. Bu 3 çıx ki, 60-da 1. Yəni, tamamı neçə saat olur? 60 saata. Deyir, 20% doludur. 20% bunun doludursa, deməli, 80% dolu deyil də. 60-ın da 80%-ni tapacaq ki, neçə olacaq? Çünki, belə deyək də, 100%-i 60 saata dolursa, 80%-i neçə saata dolar? Bildiniz də, 20%-i doludur, daha 80% gəlməlisən ki, üstünə tam dolsun. Onda nə edirik? 60 ilə 80%-ni tapmış oluruq. 60-ı vururuq, çarpaz vuranda 80-a bölülür 100-ə. Sıfırla ixtisara gedir, olacaq nə? 48 saat. Keçid eləyək 27-ci suala. 27-ci sualda bilirik ki, rasional asılı qüvvətdə 5 minus x nə olmalı? Sıfırdan böyük bərabər olmalı. X kiçik bərabər nəydən? 5-dən. Olacaq. Bircə dəqiqə. Burada yaxşı görsənməyib, burada mənfi var. Mənfi də deyə, bu 1 bölünsün 5 minus x üstündə 3-də 1 eləyir. Bu, məxrəcə düşdüyünə bərabərlik olmayacaq. 1 aid olacaq B variantı. 2-də bilirik ki, 5 minus x istənilən qiymətləri ala bilər tək olduğuna görə. Olacaq 2 aid olacaq E variantı. 3-cü sualda isə x minus 5 böyüdür 0-dan. Niyə bəs böyük bərabər götürməliyik? Çünki məxrəcdədir. X də böyüdür 5-dən, 3-ə də aid olacaq D variantı. Keçid eləyək 27 dedik 28-ə.
Deməli, 28-ci sualda deyir, A nöqtəsini 10 mərkəzə çevirək AB və AC toxunanları. AO parçası üzərində F nöqtəsindən isə bu çevrəyə FD və FY toxunanları çəkilmişdir. Deyir ki, BDC 120-dir. 120 isə bura 60 dərəcə qalır və bunu yarı yerə bölür. Olur 30 dərəcə. Biz bunu nazildəyik. Olur bura 30 dərəcə. Burada olur 30 dərəcə. Və bizə deyir ki, AF bölünsün FO 1-in 3 nisbətdədir. Yəni ki, bura K-dır, bura 3K-dır. AF böl FO. FO üzürlü sayan uşaqlar. FO-nu deyir. FO. AF K-dırsa FO burada ofisidir. Bura nədir? 3K-dır. Ümumilikdə 4K-dır da. Bizə deyir ki, sinus D F 10'u tapın. Aha. Deməli, indi burada belə eləsək, əgər bunu bununla birləşdirsək, bura 30 dərəcədir. 30 dərəcənin qarşısındakı bu katet hipotenuzun yarısıdır. Hipotenuz nə eləyir? Bura K idi, bura 3K idi. 4K eləyir, bura nə eləyir? 2K. Radius deməli neçədir? 2K'dır. Və radiusu 2K tapandan sonra deməli, bizə lazımdır buranın sinusu. Buradan da bura çəksək, dəqiq uşaqlar, bunu buradan çəksək, bu da perpendikulyar olacaq. Bizə lazımdır bunun dərəcəsi. Deməli, burada R bərabər 2K, bura 2K'dır və deməli, buranın alfası, sinus alfa. Sinus alfa nədir? Qarşı katet, yəni 2K bölünsün hipotenuz. Hipotenuzumuz indi diqqət edirək. Bura neçədir? FO-dur. FO 3K'dır. 2K bölünsün 3K. Kalayıqca gedir, olur 3'də 2. Sonra 29. 29'da deyir ki, avtobus sürətinin, mini avtobus sürətindən 18 km az olduğunu, 18 km/saat az olduğuna görə, deməli, V minik bərabərdir və yaxud da V avtobus bərabərdir V minik çıxılsın 18. Deyir ki, 170 km məsafəni mini avtobusundan nisbətən 45 dəqiqə gec gətirir. 45 dəqiqəmiz nəyə bərabərdir? 45 dəqiqəmiz bərabərdir 60-da 45-ə, ixtisar eləsək 15-ə, 4-də 3-dür. Deməli, T2 belə deyək də, T minik çıxılsın T avtobus bərabər nəyə? 3-də 2. T minik necə tapırıq? 270 bölünsün, deməli, V minik çıxılsın 270 bölünsün V deməli, avtobus bərabərdir 3-də 2-yə. Və əvvəlcədən də yazırıq ki, V minik çıxılsın V avtobus. Aralarındakı fərq nə qədərdir? 18-dir. Onda deməli, burada 3-də 2 niyə yazmış? 3-də 2 yox. 4-də 3. Bir dəqiqə 4-də 3. Çünki dəqiqəmiz 4-də 3 ilə də. Bunların hər birin 3'ə bölsək, eləcək 90 bölünsün V minik minus 90 bölünsün V avtobus bərabərdir 4-də 1, 3'ə bölürük də. Sonra da yazsaq ki, V minik minus V avtobus bərabərdir 18-ə. Orta vuruq kimi, orta məxrəc kimi V minik vurulsun V avtobus. Bu vurulacaq V avtobusa 90 V avtobus minus 90 V minik bərabərdir 4-də 1-ə. Deməli, 90'ı çıxarsaq V avtobus çıxılsın V minik. Buradan deməli, bölünsün V. Çarpaz vurmaq olar da bunu. Çarpaz vuranda 4'ə vurulacaq. 4 vurulsun bərabərdir V minik vurulsun V avtobus. V avtobusla V miniyin deməli, fərqi nə qədər idi? 18 idi. Bu mənfi olur da. Mənfi olacaq. Çünki V minikdən V minik daha çox sürətlidir də. Kiçikdən böyüyə çıxmış oluruq. Onda V minik vurulsun V avtobus bərabərdir. Mənfi 18 vurulsun 4 vur 90.
Bu isə eləyir 72 vur 90. İndi V-minin yerinə yazırıq. Deməli, V avtobusun daha doğrusu V minik vurulsun. V minik minus 18. 18 asda bərabərdir. Mənfi 72 vurulsun 90'a. Sadələşdirir. V minin kvadratı minus 18 V minik plus 72 vurulsun 90. Bir dəqiqə, nəsə səhv olmuyor ki. Aha. Biz bayaqlara minidən çıxdıq avtobusu 4'də 3 və V minik çıxılsın V avtobus bərabərdir 18. Orta məxrəcimizi də tapdıq. Aha. Aha. İndi baxaq, diqqət edirək. Kökləri hasili 72 vur 90, cəmisi 18. Elə 72 vur 90 yazıq ki, burada 18 ansın. Olur müsbət 90 və mənfi 72. Mənfini qoyaq bir kənara. Deməli, V mini nədir? 90'dır. Bizə avtobusun sürətini isə. Avtobusun sürəti isə 90'dan çıxırız 72, 90'dan çıxırız 18, 18 azdır. Olacaq nə? 72. Bunu tənliklər sistemi kimi də yazmaq olar. Məsələn, birini x eləsəydiniz, x minus y bərabərdir 18. Daha sonra 90 bölünsün x çıxılsın 90 böl y bərabərdir 4'də 3. Bu sistem tənliyi də həll edib yaza bilərsiniz. Keçid eləyək sonuncu sualımıza. Deyir ki, ABC itibucaqlı üçbucağının B-nin hündürlüyü üzərində qeyd olmuş M nöqtəsindən A və C təpələrinə gedən məsafənin kvadratları fərqinin deyir, M nöqtəsindən A və C təpələrinə qədər məsafələrin kvadratları fərqinin, yəni ki, AM kvadratı minus MC kvadratı bərabərdir BA və BC tərəflərinin kvadratları fərqinə. BA kvadratı minus BC kvadrat fərqinə bərabər olduğunu ispat edin. Aha. Deməli, AM kvadratı nəyə bərabərdir? AM kvadratı bərabərdir AN kvadratı plus MN kvadratına. Fəqət terimi. Və buradan MC kvadratı bərabərdir nəyə? Deməli, MN kvadratı plus MC kvadrat. Bunları çıxanda bir-birindən olur. AM kvadratı minus MC kvadrat bərabərdir. Deməli, MN kvadratlar gedir. AN kvadratı minus NC kvadratına. Bunu belə saxlayırıq. Sonra yazırıq. AB kvadratı bərabərdir. AN kvadratı plus BN kvadratına. Və BC kvadratı bərabərdir. BN kvadratı plus NC kvadratına. Bunlar da çıxanda BN kvadratlar gedir. Olur AB kvadratı minus BC kvadrat bərabərdir AN kvadratı minus NC kvadratı. Bunu məsəl üçün birinci bərabərlik, bunu ikinci bərabərlik yazsaq, birinci bərabərlik ikinci bərabərliyə bərabər olduğu üçün və yaxud da bu ifadəyə bərabər olduğu üçün alırıq ki, həqiqətən də AM kvadratı minus MC kvadrat bərabərdir AB kvadratı minus BC kvadrat. Deməli, birinci qruplar üçün olan abituriyent jurnalının sualları da belə idi. Meyarlar əsasında izah da gələcək. Yəni, nə zaman 3'də 1 verilir? Yəni, yazılı formada o görəcəksiniz. O da paylaşılacaq. İzləmədə olun.